Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalandayıq, Xırdalan kəndində icra hakimiyyətin yaxınlığında 3 otaqlı həyət evi çəkib sizə təqdim eləyəcəm indi. Qonaq otağından başladıq çəkilişimizə. Köhnə tikili həyət evlərindəndir. Divarın qalınlığını görürsünüz də. Gördüyünüz kimi, gör necə qalındır. Yəni çöl hissəsi də elədir, 50-60 santimlik divarlardır. Bura qonaq otağıdır. Bura giriş hissəsidir, həyəti yoxdur. Asfaltlı küçəsi, düzdür icra hakimiyyətindən 3-4 dəqiqəlik məsafədədir. Girən kimi burada solda bir yataq otağıdır, hörmətli izləyicilər, gördüyünüz kimi. Yataq dəsti də hamısı təzədir, heç istifadə olunmuyor. Divarda gördüyünüz kimi, orada da bir qəşəng şkaf yığmaq üçün yer var. Qəşəng bu mebelə uyğun rəngdə bir dənə qəşəng polka qoyub şkafda yığa bilərsiniz. Bura qonaq otağıdır, gördüyünüz kimi. 91 kvadrat metrdir, bu yaşayış zonası hissəsi. Burada ikinci yataq otağıdır. Burada da görürsünüz mebelləri təzədir, şkafdır, yataq dəstidir. Dəmir barmaqlar da var, rişotkalar var. Bu küçəyə baxan hissəsidir, yola baxan hissəsidir, pəncərələri. O iki yataq otağın pəncərəsi çölə baxır. Bir sayılı məktəbə də yaxındır, parka da piyadan 15 dəqiqəlik məsafədədir. Qonaq otağı da gördüyünüz kimi çox genişdir. Yəni köhnə tikili evlərdəndir. Paket krişadır, kupçalıdır, əsas kupçası var. Bura bizdə mətbəx hissəsidir. Görürsünüz, mətbəx acenidir. Burada da mətbəx studiya kimi eləyiblər, belə deyək də. Oturub çölə yemək üçün yeri də var. İstəsəz gələcəkdə buranı belə ayıra bilərsiniz ki, oradan pəncərə var. Və dediyim kimi, haradasa bir 12-13 kvadratlıqda burada belə bir yeri var. Görürsünüz, artıq əşyaları yığmaq üçün. Burada kombin aparatın qoymaq üçün də belə bir yeri var, gördüyünüz kimi. Çoxdandır bu evdə yaşayış olmuyor. Arası bir ildən çoxda heç yaşayış olmuyor. Belə təmir eləyiblər, sonra sahibi çıxıb gedib, şəhərdə də evi var, orada qalır. Gəlirsiniz, baxırsınız, bu gördüyünüz o elektronikalarda qalacaq hamısı. Qiymət də 90.000 manata, yəni haradasa 100 kvadratlıq həyət evi 90.000 manata çox əla bir qiymətdir. Sənət də kupçadır, yəni kupçası var. Kim istəsə, gəlib baxanda kupçasını da göstərə bilərik. Burada sanitar qovşağıdır. Kombində yandıranda ev olur hamam kimi, isti. Niyə? Çünki opşi 91 kvadrat bu yaşayış zonası hamısı istip oldu. İsti döşəmədir. Kombi aparatını gördünüz, təzə alınıbdır. Yəni o da istifadə olunmuyor demək olar. Gəlin baxın, əlaqə nömrəsi profildədir. Kim alsa, Allah xeyrin versin. Hər kəsin evi olsun. Hələlik bu qədər. Sağ olun.